Niyə Azərbaycanda benzinin qiymətini tarif şurası müəyyənləyir? Tarif şurası kimdir, benzin qiyməti müəyyənləyir? Tarif şurası kimdir, çörək müəyyənləyir? Diqqət edin, çörəyi əkən fermer, yəni özəl sektor. Yığan, biçən, üyüdən və sonunda bişirən özəl sektor, qiyməti müəyyənləyən dövlət sektoru. Niyə? Necə olur? Siz bunu necə tənzimləyirsiniz? Siz necə bunu əkənə, biçənə, satana deyə bilərsiniz ki, sən bunu bu qiymətə satacaqsan? Hansı məntiqlə və hansı hüquqla? Bu birbaşa hüquqsuzluqdur. Niyə? Bu birbaşa müdaxilədir. Siz dövlət çörəyin qiymətini müəyyən etməyin fərqli metodları var. İzah edirəm, hörmətli hökumət nümayəndələri bilsin ki, nədən, necə tənzimləyə bilərlər. Tutaq ki, Azərbaycanda buğdanın qiymətini müəyyən etmişsən 31 qəpik. Yəni 310 manat. 310 manat təxminən 180 dollar civarında olur. Sən gömrükdə limit qoya bilirsən ki, 180 dollardan aşağı buğda gətirsən, demək, ərzaq buğdası gətirsən, biz adi qaydada onu gömrüklüyürük. 180-dən yuxarı gətirsən, gömrük rüsumu 2 dəfə artırılacaq. Ki, əlavə gətirilib, oradan gətirilib, burada istifadə olunmasın, qiymətlər baha çıxsın. Sən yerli iş adamlarına, dövlət taxıl ehtiyatları fondu var, yerli iş adamlarına, sən oradan bazarın tələblərinə uyğun olaraq buğda təklif edə bilərsən. Və rəqabət prinsipi elə olacaq ki, qiymətləri istər-istəməz aşağı salmalı olacaqlar. Sən süni rəqabətdənsə normal rəqabət prinsipi yaratmalısın. Siz yoxsa deyirsiniz, əkən də sən, biçən də sən, üyüdən də sən. Yəni, ortaq qardaş. Bəli. Bişirən də sən, qiyməti mən tənzimləyəcəm. Niyə? Mən bəlkə başqa cür satıram. Özü tənzimləmə yox deyə burada. Bilirsiniz, çörəyin qiymətində tənzimləmə zadı yox. Çörəyin qiymətini qaldırdıqca çəkisi aşağı düşür. Tənzimləmə yox. Necə var, elə də qalır. Deyir, nənəm bicli kündəni sayır, gəlin bicli kündədən kəsir. Bu şəkildə. Buna görə də bu idarə etmə sistemlərini artıq yeni bir mərhələyə daşımaq lazım. Tamamilə yeni bir mərhələyə daşınmalıdır bunlar. Bu idarə etmə sistemi ilə çox da böyük nailiyyətlər əldə etmək mümkün deyil. Cari fəaliyyət nədir? Nefti satdıq, dövlət neft fonduna vəsait daxil oldu, oradan 55-60% dövlət büdcəsinin ehtiyacları fonunda dövlət neft fondundan transfer etdik. O transferin 18%-ni əlavə dəyər vergisi kimi təzdən qaytardıq büdcəyə, adı oldu vergi. Bu bir tərəfdən də o pulu ayırdıq, investisiya xərcləri, dövlət investisiya xərcləri qoydu. Oradan da vergi verdik, qayıtdı. Hamısı dövlət neft fondunun asılı. Şaxələndirilmiş iqtisadiyyata keçidin yeni modeli hazırlanmalıdır. Özəlliklə kənd təsərrüfatı. Bu günlərdə müşavirədə cənab prezident qeyd etdi, biz kəndə qayıtmalıyıq, artıq şəhərə gəlməməliyik. Bunun üçün böyük proqram lazımdır. Həm də təkcə Qarabağa yox, digər Azərbaycanın rayonlarında da. Artıq qəbul etmək lazımdır ki, kəndliyə verdiyim pay torpağı ilə kəndli bir şey edə bilmir. Kəndli böyük bir orada iş yarada bilmir. Ətlə təmin edə bilmirik, südlə təmin edə bilmirik, yumurta ilə təmin edirik, biraz da xaricə satılır. Digər məhsulların böyük əksəriyyəti taxılla təmin edə bilmirik. Qida məhsullarının böyük əksəriyyəti polifabrikat şəklində gəlir, burada Azərbaycanın adı yazılır üstünə. O da iri şirkətlər vergidən filandan yayınmaq üçün. Amma böyük əksəriyyət Azərbaycanın məhsulları deyil olur. Azərbaycanın məhsulları deyil. Ya polifabrikat şəklində gəlib burada qablaşdırılır, ya da ümumiyyətlə Azərbaycana aiddir. Biz ərzaq sahəsində xaricdən asılı vəziyyətə düşmüşük. Buna görə kənd təsərrüfatına elə investisiya və elə əvvəlcə proqram müəyyənləşdirilməlidir, sonra investisiya qoyulmalıdır. İnvestisiya qoyulmalıdır və o investisiya da bugün qoyulan, sən taxıl əkirsən, o taxılın hər demək hektarına mən 240 manat pul verəcəm deyə bu investisiya deyil. 1.700.000 ya 1.800.000 hektar taxıl əkmişsiniz. Bundan 30 sentner olsaydı 5 milyon ton taxıl edirdi. Sənin istehlakın 2 milyon deyil. Hanı bəs taxıl? Və sən bunun hamısına subsidiya verirsən. Axı sən əkdiyin, dəmiyə üsuluyla əkdiyin taxılda
cəmi 5 sentner, 6 sentner məhsuldarlığa nail olmuşsan, sən görmürsən bu rentabilli deyil, dövlətin pulunu niyə dağıdırsan? Dövlətin pulunu niyə dağıdırsınız? Sən çağır həmin fermeri, deyən ki, bala bu rentabilli deyil, mən sənə pul ayıra bilmərəm, bu ilək deyil, mən də sənə pulu verdim. Burada yağmadı yağış, bitmədi qamış. Bitmir. Yəni bu nə deməkdir İqbal bəy? Yəni heç kim güya məşğulluq yaradır. Yəni vəzifədə olan adam can yandırmırmı, yoxsa sadəcə sistem belə tələb edir? Sistem yəni insan da vicdanı, biraz bax bu məsələlər var da. İnsanlar təəssübkeşlik, bir dövlətin millətini düşünmək, yoxdur mu bunlar da istəyir? Bunlar biraz axsayır mı o sahəmiz? Çox axsayır. Bunlar təşəbbüskar deyirlər. Qalxıb da desinlər ki, baxın bizə deyirsiniz taxıl əkmək üçün. Taxıl əkmək üçün sahəmiz yoxdur. Niyə yoxdur sualının cavabından qorxaraq, niyə vəzifəni yerinə yetirməmizin cavabı deyil, hər şey yaxşıdır. Hər şey yaxşıdır. Əkirik. Əkirik sonunda da bitmir. Sən 900.000 hektar taxıl əkmirsən bu il, dəmiyə üsulü ilə, dənli bitki əkmirsən. Nə götürmüsən orada? Bu qədər də dövlətin vəsaiti yedi bura. Nə əkmirsən, nə biçmirsən, nə götürmüsən? Necə götürmüsən? Bilirsən, hesabat verin də. Bunu hesaplayın ki, niyə? Gələn ildə yenə də yeni şeyi edəcəksiniz. Niyə edirsiniz? Siz görmürsünüz ki, Azərbaycanda hər il iri buynuzun malqaranın sayı azalır. Bir səbəbini araşdırın ki, niyə azalır bu? Siz görmürsünüz ki, hər il Azərbaycanda xırda buynuzlu qoyun quzunun sayı hər il azalır. Fantastik dərəcədə azalır. Əti də gəlib Somalidən falandan alırıq. Niyə? Niyə düşünmürsünüz bunu? Niyə düşünmürsünüz ki, bunun səbəbi nədədir? Niyə azalır bu? Mən həmişə demişəm, məmurdur, siyasətçidir, bunlar cəmiyyətin həkimləridir. Cəmiyyətin bir problemi varsa, onun fundamental araşdırılması lazım. Həkimə gedəndə mənim başım ağrıyır, 3 gün, 4 gün dalbadal başını ağrıyırsa, həkim bunun fundamental səbəbini axtarır ki, bu baş ağrını verən nədir? Bu azalmanı verən səbəb nədir? Bunu bir araşdırın da əvvəlcə. Bunu araşdırın ki, niyə azalırıq? Necə azalırıq? Bu nədən hər il geriyə gedirik? Bu qədər vəsait qoyulur kənd təsərrüfatına, subsidiyalar ayrılır, dəstək verilir. Bəs niyə azalır bu? Niyə hələ də bugün, iyun ayında, bazarlarda bostan və tərəvəz məhsullarının qiyməti Odur baxasına. əli yandırır, cibi yandırır. Niyə? 8 manat, 10 manat da gilas, nə bilim, yəni ərik. 12 manat, 15 manat. Bəli, bəli. Alça, bu cır alça dediyimiz. 200 manatdan, 700 manatdan gəlib 10 manata düşüb indi. 10 manat alça yemək olar. Nə deməkdir bu? Bunu heç düşünürlər. Düşünmürlər ki, bunun səbəbi nədir? Doğru, doğru. Axı sən intensiv və superintensiv bağ salanlara dövlət büdcəsindən 11.000 vəsait ayırırsan. Hər hektarına. Və sən düşünmürsən ki, bu bağı salıblarsa, bu bağ varsa, bir çıxardın statistikanı görək, nə qədər bağ salıblar və dövlət büdcəsindən nə qədər bağ və bu məhsullardadır. Siz, hörmətli, səlahiyyətli dövlət qurumları, dövlətin vəsaiti hesabına salınan bağlardan və yaxud da parniklərdən və yaxud da bostan bitkilərinin hamısının qarşısında şərt qoymalısınız. 50% daxili bazarındır. Mən pul verirəm sizə, dövlət olaraq. 50% daxili bazarında, 50% xarici bazarında. Məhsulunun miqdarını deyil. Harada satmışsan, necə satmışsan? Milyon dəfələrlə təklif etdik. Xaricə, əgər kənd təsərrüfatı məhsul istehsal edilən şəxslər xaricə məhsul çıxardırsa, ona 3% verməyin, 18% verin. Qoyun 18% ona həvəsləndirsin, daha çox sahədə işləsinlər. Və yenə deyirəm, bunların şərtləri normallaşdırılmalıdır ki, daxili bazara tutub yanmasın. Bəli, gilas Moskvada Azərbaycandan bağlıdır. Ham gilasını aparıb Moskvada satmaq istəyəcək. Orada da alıcı çoxdur. Fotositdə satılan məhsul Azərbaycanın 10 günlük məhsuludur. Bir gündə satılan məhsul. Əlbəttə aparacaq onu. Amma sən bir sual ver özünə, o gilas bağı salana vəsait ayırmısan. İntensiv, superintensiv bağçılıq üçün. 11.000 vəsait ayırmısan. Şərt
qoyulmalıdır. Yerli bazarda sat. 50%, 40%, 30% yerli bazarda satılacaq. Münasib qiymətə. Münasib qiymətə, bəli. Yəni Maya elə bir dəyərinə qiymətə yaxın. ki, onu ham alıb yeyə bilsin də. Bəli. Yəni. Sən bunu qoymalısan. Bunu, çünki sən vəsait verirsən. Sən verməsəydin vəsait, deyərdim ki, sən verməmsən vəsait. Sən kimsən müdaxilə edirsən? Sən axı buna vəsait verirsən. Sən ən azı 3 illik, 5 illik üzərinə bir öhdəlik qoymalısan. Niyə tələbələri göndərirsən, dövlət pulunu ödəyəndə deyirsən ki, gəlib burada işləməlisən, üzərinə öhdəlik qoyursan. Bu bağ qədər olmadı bu tələbə. Tələbə qədər olmadı bu Azərbaycanın ümumi əhalisinin təminatı. Tələbəyə qoyduğun kimi iş adamına da qoy. Yumşaldılmalıdır vergilər sistemi. Bu gömrükdə məhsulun bazar qiyməti ilə gömrükləmə olmamalıdır. Niyə bu qədər bahadır bilirsiniz? Məsələn, baxın, hər hansı bir məhsul gətirir. Məsələn, alır yerdə, tutaq ki, kartof gətirir. Kartofu alır yerdə, tutaq ki, tonun 120 dollar. Bir ton. Gətirir bura gömrükdə, gömrük deyir, yox, bunun satış qiyməti bazarda 220 dollardır. Sən 220 dolların gömrüyünü ödəyəcəksən. Deyir, mən bunun invoice'da 120 deyir. Deyir, yox, sən bazarda bunu bu sat. Ay, hörmətli hökumət nümayəndələr, bu bazarda satanda vergi ödəyir. Invoice qiymətindən fərqli ödəyəndə bu bazarda hansı qiymətə satırsa vergi ödəyir. Sənə nə aidiyyət var onun? Bunun invoice qiyməti var. Maşınlarda da o cürdür. Adam 3000'ə maşın alır, gətirir. Deyir, yox, bunun bazar qiyməti 10.000'dir. Burada 3000'ə deyil. 10.000'dən tuturlar bunun ödəniş. Nə deməkdir bu? Bu cür yanaşmalar da daxili bazarı bərbad günə qoyur.